Abdi Qoşqar 80-ci illərdə ədəbiyyata gəlir. İlk şeirlərindən ədəbi camiyyənin baxışını özünə cəlb eləyə bilib. Şeirdə, sənətdə öz yolunu, öz izini yaradanlardandır. İlahi pıçıltılar şairin oxucularla 10-cu görüşüdür. Şeirlərindəki dərin ictimai fəlsəfi məna özünün həyata, sənətə baxışlarından su içir. İnanırıq ki, şairin kitabı özünü dərk edən oxucular tərəfindən maraqla qarşılanacaq. 45 illik yaradıcılıq təcrübəmdən, mütaliəmdən bu qərara gəlirəm ki, uzun və incə bir yoldur. Demək olar ki, sonu görünməyən yoldur. Belə deyərdim, el dili ilə desək, iynə ilə gör qazmaq kimi bir şeydir. Sözlə oynamaq, söz yazmaq, böyük sözün sırasına addım atmaq. Allah Teala bilirsiniz ki, öz bəndələrini sırayanda peyğəmbərlərdən sonra şairləri sıralayıb, şairləri gətirib həmin o sırada. Və nə yaxşı ki, şairlərimiz var, nə yaxşı ki, sizlər varsınız, söz adamları var ki, bizim xalqımızın o dərdini, sərini, həyatın həqiqətini, o həqiqəti cəsarətlə deyən şairlərimiz var. Yəni, şair həqiqəti demirsə, şair xalqın dərdini demirsə, sərini yazmırsa, onu yaşamırsa, o şair deyil. Mən Avdi müəllimlə uzun müddətdir biz eloğluyuq, dostuyuq, qardaşıyıq, onun həyatına, yaradıcılığına bələdəm. Və mən görürəm ki, bu doğrudan da öyle ilk misrasından düz yerib, ilk misrasından haqqın, ədalətin tərəfdarı olub, heç bir mükafat gözləməyib və o mükafatı ancaq Allahdan gözləyib. Avdi müəllim el şairidir, Avdi müəllim xalqın şairidir, Avdi müəllim elat şairidir, Avdi müəllim bütün deməli elin o genetik yaddaşını yaşadan, bütün elimizdə, obamızda olan bizim adət ənənələrimizin, köhnə yurt yerlərimizin, yaylaqlarımızın, vətənimizin qıraqda qalan yerlərinin həmişə həsrətində olub və onlardan çox qiymətli kadrlar hazırlayıb, həmişə onları millətimizə çatdırıb ki, bax bu dərdlərimiz var. Və mən bu gün də bu Avdi müəllimin gözəl kitabının təqdimatına böyük həvəslə gəlmişəm. Özü də birinci gəldim. Söz verdiyim kimi Avdi müəllimin bu ilahi pıçıltılarının, ilahidən gələn o pıçıltılarının sədasına gəldim. Mən bugün münasibəti ilə hamınızı salamlayıram. Tanrı, nə cəzam var, ver özüm çəkin. Qoyma kənaraya, girsin bağıma. Söylə günahımı bircə gəl, yığım içsin öz oparıma. İnsanın günahı qurtaran deyil, görün gönü harda vermişəm suya. O qızın göz yaşı daşdı, elə bil damcılar gəlinə xama, oğudar. Onu sevə-sevə özümü dandım, sana sevgidəndir ona yanmağım. Ən böyük günahım bəlkə də odur, bir də bu həyatı anlamamaq. Tanrı, nə cəzam var, ver özüm çəkin, səsini qısallar məni sevənlər, mənim sevdiklərim bələni açdı. Bir yol əl uzandı, əlim yetmədi, o vaxtdan balamın gözləri yaşdı. Tanrı, nə cəzam var, ver özüm çəkin, yığ dağı üstümə götürə bilirlər. Canı son mənzilə yetirə bilirlər. Bircə nə cəzam var, ver özüm çəkin. Qıyma əyri çəkən əllərə məni, qıyma yalan deyən dillərə məni. Tanrı, nə cəzam var, ver özüm çəkin. Mənim əmanətə xəyanətim yox.
ömürlük cəzam yox, cinayətim yox. Suf yaşayıram adam içində, əzabım, həsrətim müdam içində. Səbirdən asılan tükdür yaşamaq, ən ağır cəzadır. Yükdür yaşamaq, Tanrı, nə cəzam var, ver özümsə. Qərb dialektik ilgiylə o cür deməli özünü son dərəcə sərbəst hiss edən bir insandır və təbii ki, ədəbi yaradıcılığı çox maraqlıdır, özünə məxsusdur. Bayağı belə girişdə özü dedi ki, mən heç özüm bilmirəm ki, harada ki, mən neçiyəm. Əgər bir şeyin ki, sonun sıfırdır, necə xoşbəxt olmaq olar? Bu barədə düşünmək lazımdır. O mənada Abdü müəllim çox müdrik bir insandır. Mən sizin yaradıcılığınızı izləyirəm. İndi də baxdım, çox maraqlı bir, burada hamısı maraqlıdır, amma atam anam adlı bir şeydir. Atam anam təkrarlanan sözlər deyil. Atam anam qərb dialektində doğma, əziz insanlara müraciət olmasıdır. O mənada mən buradan sizin sonuncu misranızı, sonuncu bəndi istəyirəm o atam anam şey. Çünki vaxt almaq istəmirəm. Buyurun, buyurun. Hamı danışmaq istəyir. O 4 misranı istəyirəm diqqətə çatdırım. Neçə payız ötür, neçə yaz qalır, ortada miskilli, hamaraz qalır. Sona yetişirik, sona az qalır, qırıla qırıla. Döz, atam anam. Dözün, atam anam. İyun ayının 10-unda, isti bir yay günündə Natəvan klubunda düzenlenen Abdü Qoşqarın İlahi Psixiklər kitabı toplantı iştirakçıları tərəfindən maraqla qarşılandı. Müəllif özü aparırdı tədbiri. Hər şey səmimi idi. Boğazdan yuxarı fikir söyləməyə heç kəsin həvəsi qalmamışdı. Çünki aparıcı zaldan xahiş eləmişdi ki, məni tərifləməyi məclis əhlinə qadağan edirəm. Nə ehtiyac buna? Məmməd Araz demişkən, mən özüm bilirəm, nəçiyəm, kiməm. Ruhum bir yol barışmadı. Göyümlə, yerimlə sənin. Nə dost oldum, nə də düşmən. Ölümlə, dirimlə sənin. Bu nə mizandı qurulu, köhləni başdan yorulu, altın dağların yarılır içimdən, dərindən sənin. Tək olana sarı gəldi, bəsimcə yüklədi dərdi. Nə sevgi, nə vəfa gördüm, Mövlanda birində səni. Ərin, ərənim oylanır, qanlı yaralar boylanır, neçə əbləhin boylanır, dəfnindən, sənindən səni. Rəhmətli Diogen olur, Yunan filosofu Diogen. Onun əsərlərindən, fəlsəfə əsərlərindən çox deyimləri daha çox qalır. Makedoniyalı İskəndər hakimiyyətə keçir və gəlir Diogenin yaşadığı məkana. Və Tanrı Aristoteldən, Ərəstundan dərs alır, bilir Diogen kimdir. Atla başının adamlarıyla gəlir, soruşur ki, bəs Diogen hardadır? Deyirlər ki, Diogen falan dağda günün çıxmağına tamaşa edir. Gedir başının dəstəsini gəlir, tapır həmin dağı, görür ki, bəs kişi baxır da günün çıxmağına. Düz gəlir atlarla 5-6 nəfər də başında, bu qabaq tərəfində durur, görürək ki, bunu heç saymır, əhmiyyət verilmir, deyir, mənəm, İskəndər Zülqərni, deyir, o günəşin qabağını saxlaya bilərsən. Deyir, yox da onu Allah verir, isidir, islandırır, verir. Deyir, onda o günün qabağından biraz deyər. Kəsmə də biraz belə çəkir. Sən ki, onu bağlayanmırsan, nə istəyirsən, İskəndər olmursan, kim olursan ol. Əlbəttə, filosofların baxışı çox özünə məxsusdur. Elə filosof yanı, əslində şairin filosof yanı olması pis məncə. Elə şair olsa yaxşı, ancaq
elə quru standartla getmək olmaz da, biraz ətrafına bir başını qoyub baxmalısan. Akademik Nizami Səfərov buyurur. Onun iri həcmli əsərləri yoxdur. Amma hər bir şeirində böyük bir poemanın ideyası, məzmunu, estetik xüsusiyyətləri əks olunur. Bu mənada da avda elə bilirəm ki, öz vətəninin, xüsusilə İncədərəsinin o yaradıcılıq ruhunu, təbiətini, xarakterini daşıyır. Avdının istedadı təbii bir istedaddır. Avdının istedadı bu xalqın xarakterini ifadə edən bir istedaddır və mən heç bir şübhə eləmirəm ki, Avdı bundan sonra da yazacaq, yaradacaq. Biz Avdı ilə az qala 50 ilin dostlarıyıq. Yəni çox cavanlıqdan, yəni o instituta girəndə mən ondan yaşca böyüyəm. Dostluq eləyirik və şair kimi də çox sevirəm. Mənim üçün Avdı Qoşqarın istedadı, məsələn, Akif Səməd, Ayaz Arabaçı, mənim üçün nədirsə, Avdı Qoşqar da təpədən dırnağa şairdir. Bu kitabına da gözəl bir ad qoyub. Gəlmişəm dünyanın dərdini çəkim. Mənim üçün Avdı Qoşqar ilə həmişə dünyanın dərdini çəkən bir şairdir. Bir məşhur söz var, incəsənət, ədəbiyyat, həyat çətindir deyə mövcuddur. Tarkovskinin sözüdür Ağacəfər. Yəni, həyat əlbəttə bomboz həyatdır, çətinliklə, əzabla doludur. Ofeliya xanım bayaq yaxşı dedi, elə kasıbı da bu zülmü yaşayır, imkanlısı da, səlahiyyətlisi də, səlahiyyətsizi də. Sadəcə hərəsinin öz çevrəsində, hər öz çevrəsində çırpınır. Ancaq bu həyat ağır olduğu üçün ədəbiyyat, incəsənət həyatı gözəl göstərir də, təbii şeydir. Ya rəssam, ya incəsənətin istənilən teatrın sahəsində, ya şeirdə, ədəbiyyatda ədəbiyyat həmişə gözəl göstərmək istəyir. Ədəbiyyat təkcə gözəllik deyil, ədəbiyyat həm də Dostoyevskinin daxili insan çırpıntısıdır. Tolstoyun bu boyda genişliyə baxmağıdır, xarakterlər, obrazlar, Anna Karenina tökülüb bərdən anırı, hərəsi bir cür bədbəxt, hərəsi bir cür xoşbəxt, bütün çırpıntıları ilə insandır. Yəni bu mənada nə qədər incəsənət həyatı, ədəbiyyat həyatı sığallasa da, həyatın çılpaqlığı, həyatın nəfəsi daha realdır, daha doğru ədəbiyyat mövzusudur. İndi belə bir şeir oxumaq istəyirəm. Heç bir şey olduğu kimi görünmür. Necə ki, ədəbiyyatda, incəsənətdə biz çıxardırıq, özümüzü həyatı bəziyirik. Eləcə də hamı öz içinin çirkinliyini, nəyini bəziyir, olduğu kimi görünmür. Heç bir şey olduğu kimi görünmür. Hər şeyin altında bir alt qatı var. Biraz da dərində gizli çatı var. Heç bir şey olduğu kimi görünmür. Yarğanın altında gürzə qıvrılır. Üstündə otlayır qoyun atıyla. Gözümlə gördüyüm bu mənzərənin əcəb oxşarı var bu həyat ilə. Nə dünya bəyazdır göründüyü tək, nə göylər çılçıraq ulduz yığını, insanın canında qaynayır kələk, gözəlin başına şeytan yığılır. Mənim dərdlərimə yananım ana, mənim məndən gözəl qananım ana, müqəddəs bildiyin bir şey qaldı mı? Bu dünya gözümdə qeyli qaldı mı? Nəyə qara deyim, nəyə ağ deyim? Qaranın, narıncın çaları itir. İçimi söyləsəm, məni yeyərlər. Gözümdə gözümün qərarı itir. Ya mənə heykəl yap, ya dara çəkdir. Ya da ağrıları dübarə çəkdir. Ya da ki, şəklimi divara çəkdir.
Göstər göz dağı tək gəlib gedənə, qayıtdan bir nəğmə səslənir yenə. Heç bir şey olduğu kimi görünmür. Bugün şair, publisist Avdi Qoşqarın işığına yığışmışıq. Avdi Qoşqar artıq 40 ildir ki, Azərbaycan ədəbiyyatında, Azərbaycan poeziyasında öz sözünü deyən şairlərdəndir. O, Məmməd İsmail Ədəbi Məktəbinin yetirmələrindən biridir. Avdi Qoşqarın şeirləri həm patriotik, həm ictimai motivli şeirlərdir. Zaman-zaman biz sosial şəbəkələrdə rast gəlirik həmin şeirlərə və eyni zamanda Avdi Qoşqarın publisistikasıyla da mən tanışam. O, bir sıra verilişlərin ssenari müəllifi olub. Həmin verilişlərdəki ssenarilər nəsr demək təmayüllü deyil. Onlar hamısı nəzmdir, yəni poetikdir, olduqca axıcıdır, rəvandır. Çünki Avdi Qoşqarın həm də doğulduğu o Qazax eli biz bilirik ki, sözlə, sovla, folklorla, mifologiyanla, ədəbiyyatla xəmri yoğulmuş insanların yurdudur. Avdi Qoşqar da həmin ənənəyə sadiq qalıb, öz şeirlərində ictimai kəsəri olan məfhumlardan, priyomlardan istifadə edir və Avdi Qoşqarda laqeydlik yoxdur. Onun əslində şeirlərində etiraz var, üsyan var. Amma bu etiraz, üsyan insanın haqsızlığa, hansısa batilə olan etirazı, üsyanı kimi başa düşülməlidir. Bu elə şair olmağın düsturunda, rişəsində, təməlində məhz belə məziyyətlər dayanır ki, biz də bunu Avdi Qoşqarın poeziyasında intensiv şəkildə görürük. Bu gün təqdimatında olduğumuz İlahi Pıçıltılar kitabı Avdi Qoşqarın şeirlər kitabıdır və axarıncı olsun deyirik. Zaman-zaman onun şeirlərini dinləməyə, oxucuların rəğbətini qazanmağa layiq olduğuna inancımız sonsuzdur. Bilmirəm, maraqdan idi ya nə isə, söhbət və çıxışlar zamanı milçək tutsa səsi eşidilərdi. Danışan və ona qulaq kəsilən hər bir iştirakçı fikir, düşüncə yarışında özünü qalib bilir, çalışırdı ki, dinləyicilərə bir şey çatdıra bilsin. Demək, hər bir şey insanları necə yönətməkdən asılıdır. Hərə özünə necə uyğundur, elə də istiqamətləndirir. Bu da bir sınaq. Qələm dostumuz, qardaşımız Avdi Qoşqar mədəniyyət, ədəbiyyat sahəsində çoxdan fəaliyyət göstərir. Və bu günləri onun mədəniyyət sahəsində apardığı işlər çox böyük dəyərə malikdir. Biz orada müxtəlif mövzularda həm ədəbiyyat sahəsində, həm mədəniyyət sahəsində, etnografiya sahəsində, Qərbi Azərbaycan barədə bilmədiyimiz mövzularda verilişlərini dinləyirik, oxuyuruq, qulaq asırıq. Bununla belə Avdi Qoşqarın o dar macalda öz yaradıcılığına üz çevirdiyini də gördük. Mən bura gələndə onun 2 kitabını gördüm, götürdüm. Baxmışam ki, bunlar bir günün, bir ayın, bir ilin işi deyil. Bunu yazmağın özü də böyük zəhmət tələb edir. Mən bu günləri ona yaradıcılıq uğurları, yaradıcılıq ehtirası arzulayıram. Arzulayıram ki, qələm möhkəm olsun. Sevgi qatiliyik. Günahkar əlimiz qana bulaşıb, qanla oynayırıq, qan çanağıyıq. Sən qız qayb elədin baxışı bulaq, mən ərən öldürdüm o qıza aşiq. Ömür yaşayırıq günah içində, qapımız qəziya qədərə açıq. Ölən sevgilərin kölgələriyik, kölgə də tərs kimi adamdan qaçır. Yaddaşdan heç nəyi gizləmək olmur, qabardır ağrını bizə dağ üçün. Axır aramızdan 2 qanlı çay, qana bulaşırıq yaşamaq üçün. Zaman biz qarışıq ömrü üyütdü, yağdı başımıza həsrət yağışı. Kəsib doğradığım qan məni tutdu, səni də o qızın qanlı baxışı. Ömür qatiliyik, günahkar əlimiz qana bulaşır, qanla oynayırıq, qan çanağıyıq. Sən qız qayb elədin baxışı bulaq, mən ərən öldürdüm o qıza aşiq.
Onun üçün surumuz yerimir, daha dartıb çəkənmirik ömür yükünü. O ərən içimdə kirimir, daha saxlayır çiynimdə ölüm hökmünü. Ağa Cəfər, buyur qadasını alın. Var ol qadasını. Mən özüm bilirsən ki, səni sevən adamam və şeirlərini də oxuyuram, daimi izləyirəm. Allah da səni sevsin əziz. Və bizim ümumi tanışlığımızın da tarixi bir qədər Qədimdə. qədimdir. Yəni günlərin bir günü biz aldı məndən bir neçə kurs aşağı pedaqoji institutu taranında və bir neçə ildə bir-birimizi itirdik. Tələbə vaxtı tanıyırdı bir-birimizi. Sonra mən təzədən Bakıya qayıtdım, arzularımın dalınca və təzədən Avdı ilə tanışdıq. Mənim oldu ki, Avdı iş axtarır. Deməli, mən də iş axtarırdım, Avdı da iş axtarırdı. Biz hərdən bir görüşüb dərdləşirdik. Sonra elə oldu ki, deməli, mənim bir iqtisadçı dayım var idi, yəni anamın əmisi oğlu. Bunun da tələbə yoldaşı bir neft texnikumu var idi. Bu texnikumun direktoru onun tələbə yoldaşı idi. Məni tapşırdı ki, bəs sən get onun yanına, o orada yəqin bir iş tapar da sənə bir iş görür. Nəysə, mən getdim ora, elə oldu ki, bu mənim sənədimdə nəsə belə dolaşım bir şey var idi. Bir də yox, səni götürə bilmərəm. O kişi də çox belə Oktay müəllim. Əgər sən mənim səmimiliyimə inanmırsansa, sən bir yaxın adamını gətir, mən onu götürürüm. Amma bu sənədə görə səni götürürüm. Mən aldığını apardım, dərhalda ağzını götürmüş. Və orada da xeyli müddət işlədim. İşlədim, bir iki il işlədim. Yəni, qayıdaq Avdının şeirlərinə. Avdının şeirləri mənə elə gəlir ki, gözlənilməz qafiyələr. Həddən ziyadə çoxdur. Gözlənilməz ifadələr, o qulağa az öyrəşən deyək ki, söz və ifadələr, sonra az işlənən, deyək ki, dilimizdə çox az işlənən, eldə obada işlənən sözlər həddən ziyadə çoxdur onun yazılarında və bu da onun həm şeirlərinə bir qədimlik gətirir, eyni zamanda həm də bir təzəlik gətirir başqa yöndən ki, yəni heç kəsin işlətmədiyi, yazmadığı sözlərdən o çox ustalıqla gözümüzün qabağında sözü cilalayır, usta işlədir və onu bir gözəl bir poeziya nümunəsində görsən ki, o söz nə qədər adama doğmadır, hansı ki, onu adam heç bir məclisdə zadda da işlətməz onu, amma artıq çox ustalıqla ona elə bir rəng verir, elə buna bir şey verir ki, belə duyğusal bir hava gətirir ki, və ləzzət edir adama. Avdı Qoşqar haqqında danışmaq mənim üçün çox xoşdur. Çünki biz 40 ilin dostuyuq. Demək olar ki, ədəbiyyatın bu çətin yollarında, ağır yollarında təxminən 80-ci illərin əvvəllərindən yol gəlirik. Avdı Azərbaycan ədəbiyyatının o nəslinə mənsubdur ki, onlar hətta bu günün özündə belə Azərbaycan ədəbiyyatının simasının müəyyənləşməsində hal-halaqlı olan şair və yazıçılardılar. Avdı haqqında danışmağın bir gözəlliyi də ondadır ki, Avdı ilə bağlı mənim çox maraqlı xatirələrim var. Biz bir yerdə Naxçıvanda, Yardımlıda, İmişlidə, Qazaxda, Qubada, Qusarda və digər yerlərdə olmuşuq. Hətta Gürcüstana bir yerdə səfər etmişik. Və bu səfərlər müddətində mən Avdının bir insan kimi də nələrə qadir olduğunu, hansı fəzilətlərə, hansı keyfiyyətlərə malik olduğunu da görmüşəm. Təbii ki, bunlar Avdının bir insan kimi xarakterizə edir. Əgər bugün onun kitabının təqdimat haqqında danışırıqsa, əlbəttə gərək bunu unutmayaq ki, Avdı öz dediyi kimi gəlmişdim dünyanın dərdini çəkəm deyən bir şairdir. Amma Avdını hətta heç o dərdi çəkməyə də, rahat çəkməyə də qoymayıblar. Çünki bu ədəbiyyatın daşlı kəsərli, ağır yolları, çapın çox-çox çətin olduğu bir illərdə ədəbiyyata gəlmişdi.
Bu gün hətta bir balaca bir rahatçılıq yaranıbsa belə, bu da həmin illərdən başlanmışdı. Ona görə də Avdı bu gün yenə də Azərbaycan ədəbiyyatının, Azərbaycan poeziyasının səmasında cövlan eləyir. Tez-tez onun təzə şeirləri ilə rastlaşırıq və istər mətbuatda, istər sosial şəbəkələrdə və digər belə deyək ki, çap imkanları olan yerlərdə biz Avdının imzasına tez-tez rast gəlmişik. Avdı eyni zamanda şairliyi ilə bərabər həm də gözəl publisist. Avdının Təbrizlə bağlı illər öncə yazdığı bir publisist yazısı hələ bu gün də yadımdadır. Təbriz haqqında, Ərdəbil haqqında onun elə dəyərli fikirləri var ki, elə bilirəm ki, biz onları yalnız Avdının qələmində, Avdının imzasında görmüşük. Bu da çox yaxşıdır. Sonra Avdının şəxsən mənim haqqında yazdığı, mənim tanıdığım Əl Abbas adlı belə bir yazısı çap olunmuşdu. Deməli, bundan da başqa Avdının çox Rafik Ümmet haqqında və digər bizim şairlər, yazıçılar haqqında çox gözəl araşdırma yazıları var. Və bunu öz göstərir ki, Avdının belə deyək ki, o yaradıcı qatında eyni zamanda tədqiqatçılıq ruhu da var. Və bunun özü bir yaxşı keyfiyyətdir. Və Avdı haqqında yazanların, imzalarını bir yerdə toplasaq çox böyük bir kitab əmələ gələr. Avdı haqqında yazılan yazılar çox böyük bir kitabın materialıdır. Və o kitabın bəzi hissələri, əlbəttə Avdının elə o kitabında o yazıların böyük bir hissəsi burada çap olunubdur. Gəlmişdim dünyanın dərdini çəkəm. Və ümid edirəm ki, Avdı o yazıların hamısını bir yerə toplasa, inşallah gələn il Avdının 70 illiyində o kitab bizim əlimizdə olacaq və biz Avdını təbrik eləmək üçün də onda bir bəhanə tapacağıq. Dostuma uğurlar arzulayıram, sağcan arzulayıram. Şeir, söz mənim iç dünyamdır, olub qalanımdır. Onsuz mən bir heçəm, yoxam, yolum torpağıyam, dağın xırda çıngıldaşıyam, düzlərim otuyam, ağacım yarpağıyam, nəfəsim sözlə gəlib gedir. Şeirlə yaşadığımı yeri gəldi gəlmədi, hər yoldan ötənə göstərməyi bilmərrə sevmirəm. Əgər xirilər olarsa, onda hə, yoxsa iç dünyama qapı aça bilməsi xeyli çətindir. Oxucu zövqüm mənim üçün əsasdır. Əlbəttə, səviyyəli oxucudan söhbət gedir. Bir cümlə ki, ağzını açıb şeirdən danışdı, o saat bilirəm ki, hansı yuvanın quşudur. Ömrü boyu o boğuluyub quş quşlamışam. Ədəbiyyata naşı bir əlin toxunduğunu görsəm, məni ölmüş bil. Mən də belə bədbəxtəm. Uca mətləblərə can atmışam həmişə. Hündür ağacları silkələmişəm. Odur ki, şeirdən elə bir ucalıq ummuram. Mənim Avdı müəllimlə tanışdığımız Azərbaycan televiziyasından olub və sonra onun poeziyasına, onun qələminə tanışdığım bu insanla bizim dostluğumuzu daha da sıx bağladı. Mənim üçün maraqlı o idi ki, Avdı Qoşqar poeziyasında bir yol, bir səmt yoxdur. Onun müxtəlif zövqlərlə yazdığı şeirlər, istər vətənpərvərlik mövzusu olsun, istər təbiət mövzusu olsun, istər məhəbbət, sevgi mövzusu olsun, istər bizim qədim tarix mövzuları, qədim tarixə də toxunur Avdı Qoşqar öz poeziyalarında, şeirlərində. Avdı Qoşqar publisist olaraq da gözəl yazıları var, bir yazar olaraq, bir nasir olaraq və bu gündə, bu gözəl gündə, bu tarixdə Avdı Qoşqarın kitabının təqdimatına gəlmişik. Təbii ki, bu hər bir yazar üçün, hər bir poeziyanı sevər bir insan üçün gözəl bir bayramdır. Mən bu bayram münasibətilə bütün poeziya sevərləri başda Avdı Qoşqar olmaqla təbrik edirəm. Davamlı olsun, uğurlu olsun arzulayıram Avdı müəllimə. Ona can sağlığı arzulayıram və neçə belə qarşıda gələn illərdə belə gözəl təqdimatlarda görüşmək arzusu ilə. Bir dəli fürsətə təşnədir sinəm. Başıma nə qədər çırpılıb anlar, dünyanın ən böyük əbləhi mənəm. Məndən sonra gəlir şahlar, xaqanlar. Dünyanın ən böyük söz əbləhi mən, zamanın ən fağır, çolu cırığı, mənəm bu yolları tərsinə gedən,
bir də ki dərvişlər zərri xaralı. Mənim tərs dediyim yolun adı eşq. Havalı gedirəm, yorğun başımla. Xaqanlar düz yolu geriyə dartır ilkinliyə topla, qoşunla. Onunki öldürmək, mənimki həyat. Mənası eynidir, hər şeydə son var. Mən söz bəsləyirəm, kəsilmiş sözdən minarələr qurur, şahlar, xaqanlar. Mən söz əbləhiyəm, arxamda əl yox, şahın arxasında nizami ordu. Mənim əbləhliyim dili uduzur, şahın əbləhliliyi torpağı yurdu. Məclisin bir məqamında bəstə boyu tökmə bir qadın qucaq dolusu bir dəstə güllə aparıcıya yaxınlaşdı. Əvvəl tanımadı. Biraz yaxına gələndə mama qızı Məlahət xanımı tanıdı. Sevinç qarışıq qəhər boğdu məni. İsa İsmailzadə demiş, mən böyük sevincə alışmamışdım. Abdüqoşqar müəllimi 20 il yaxındır, mən onu tanıyıram. Onun yazmış olduğu əsərlərdir, kitablardır, müxtəlif janrda yazdığı şeirlərdir. Onun şeirlərini bizim evlatlarımız sevə-sevə oxuyur və onu əzbər şəkildə dərslərdə də hətta onu söyləyirlər. Abdüqoşqar müəllim ümumiyyətlə insan kimi gözəl insan, şəxsiyyət kimi çox yüksək şəxsiyyətə malik olan insanlardandır. Hər bir insana şəxsiyyət demək olmaz. Amma gəldin ki, onun gərək talantı ola, onun gərək dühası ola, onun gərək müəyyən elmi işləri ola, onun gərək xalq arasında müəyyən çoxlu hörmət ola. Ona görə belə adamlara məsələn gözəl insan kimi biz qəbul edirik. Ümumiyyətlə Abdüqoşqar müəllim həmişə gələndə Lapatinə yaxud da ki Neftçala rayonuna gələndə o həmişə belə gülər üzlə gəlir, sevinclə oturur. Elə bilin ki, öz evidir. Çünki o dəfələrlə gəldiyinə görə biz evlatlarımızla, balalarımızla, ailələrimiz onu bir ata kimi, qardaş kimi, əmoğlu kimi, dayıoğlu kimi qarşılıyoruz. Çox sevinirik ki, o Abdüqoşqar müəllim kimi insan bizimlə həm dostdur. Eyni zamanda Abdüqoşqar müəllimin necə deyirlər, o sadəliyi də insana çox xoş gəlir. Gərək insanda bir, necə deyirlər, sadə ola. Onu necə deyirlər, o öz yəni, gedişatını, oturuşunu, duruşunu bilən adam. Bu da ki, alim adamdır da bu sahədə də. Nə qədər insanlar görüb, nə qədər rəportajlar aparıb da Abdüqoşqar müəllim. Həmin o rəportajlarda apardığı o işləri də məsəl üçün biz sevə-sevə baxırıq, sevə-sevə də qəbul edirik. Şükranlıq edirəm oğlum, başımız ki çiynimizdə, ağlımız ki başımızda, şükür, buna da şükür. Şükür, südümüz halaldır, harama yerihləmirik. Bu tarixdir, bu zamandır, arama yerihləmirik. Hər söylənən fikirlərin dərində bir alt qatı var. Yolu əyri gedən kəsin yəqin zatında çatı var. İnan çatı var oğlum. Dünya yol gəlir oğlum, kahadan qəsrəcən, qamışdan həsrəcən. Yol gəlir Adəm oğlu, qıra-qıra gəlir, cıra-cıra gəlir. Xisləti ilə, vərdişi ilə dünəndən gəlir oğlum, gəlir. Buna da şükür. Evi də, odası da, şahı da, gədası da, içinin ədası da özü ilə gəlir oğlum. Yola gedə biliriksə iki ayaqlı məxluqla şükür, buna da şükür. Şükür kəsəyə tutub, daşa basılmırıqsa, şükür yağlı kəndirə keçib asılmırıqsa, ya şəriət hakimi, ya bığı burma hacı bizi eləməyibsə hava
su möhtacı. Şükür, buna da şükür. Gözümüzü açandan sağlıq sözün əhatəsində analarımızın bayaqlar siz dediyiniz kimi elə danışıqları, elə ifadələri, yəni canımıza, qanımıza hoxlaşır. Biz Bakının özündə də, Bakının mərkəzində də o olsundan, o təsirdən qutara bilmədik. Danışığımızı da dəyişə bilmədik. Başqa cür danışa bilmirik. Məsələn, mən öz ləhcəmizdə danışmasam, öz fikrimi ifadə edə bilmirəm. İstədiyimi deyə bilmirəm. Bu mənim. Aldı, başqasına biraz qıraqdan belə iri güçləri sürüsünü görürlər. Aldı, özü boyda bir sadəlikdir, özü boyda bir səmimiyyət. Var ol. Aldı, özü boyda bir uşaq. Təsəvvür edin ki, bu adam o qədər sadə, o qədər səmimiyyətdir. Orta məktəbdən gəldik Bakıya, orada kənddə öylərimiz aranıyıq. Gəldik, burada qonşu olduq, burada dost olduq, arada qohum olduq. Şeiri özünə bənzəyəndə ləzzət edir. Aldığınız şeyləri, yəni dünyada şairlər azlığında şairlər var ki, şeiri özü yazır, ancaq başqasının şeiri oxşuyur. Və ona oxşuyur ki, məsələn, uşaq sənin ancaq başqasının oxşuyur. Bax, belə şeirlər də gərək özünkü olar. Avtor heç var vəzinlə, buraya aid da danışıq vəzində. Yəni şeirin də vəzni var. İnsanın gündəlik danışığının da vəzni var. Avtorun danışıq vəzni, əgər şeirlərini oxusanız, səsini elə bir eşitirsiniz. Necə danışırsa, müraciətini necədir, şeirə beləcə halalca, tərtəmiz gəlir. Yəni elə bir əv gəzdirmir. Gəldi, daş kimi, məhək daşı kimi gəlir, binanın möhrüyünə qonur. Şeirin binasına qonur. Bu bir. Avdıda bəyəndiyim bir şey var. Avdı bütün şeirlərində ilk misrası hülqumundan, ürəyindən, dilindən, şuur altından nə tər çıxırsa elədir. Yəni birinci misra demək. Bütün şeirlərin ilk misrasına baxın. Bizdə şairlər qoşma gəraylı formasında yazanların çoxsu təəssüf ki, o da rəhmətli Hüseyin Arifin qoyduğu yəni poetik xalq nizamnaməsi axırda deyər. Şeirin konsortasına, o sözdə Rusca deyirdi. Konsortaya fikir verir. Ancaq Ardının şeirlərini mənim vaxtım yoxdur, misal çəkərdi. Görərdiniz ki, şeir elə ilk misradan başlayır. Elə necə başlayırsa, özü də bilmir. Şeirin sonu necə utaracaq hələ özü bilmir. Sözü başladı. Allah bilir, bəlkə həmən başqa variant alınsın. Ona görə də mən aldığını, şeir də ancaq o cür olmalı, mən fikirləşirəm elədir. Subyektiv fikir də heç kimə mən onu sırılmıram. Şeirin ilk misrasından ki, şair nə özünü, nə başqasını anlatmadı, buradan çıxırsa nətər? Ona görə də mən aldığını bəyənirəm. Üçüncü tezisi deyim, çox uygun, ancaq birisini deyim. Avdı müdrik adamdır. Yəni, bütün yaşlarında yazdığı sevgi şeirində də görürsən ki, bu ağsaqqal kimi danışır. Və qarşındakı cavan qız da, hiss edirsən, görürsən ağsaqqallığı özünü bürüzə bilir. Yəni, şairin içindəki obraz hər yerdə ağsaqqal istəyir, oğluna müraciət edəsin. Az qalır ki, əgər onun qolundan dartmasaq, bu Tanrı ilə də ağsaqqal kimi danışır. Yəni, hiss edirsən ki, bir Tanrı da onunla ağsaqqal kimi danışır. Çində bunun ağsaqqallığı var. Avdı, etnografik verilişlər çox çəksə də və mənim kimi mən də elə şeyləri çox sevənəm. Ancaq çox qəribədir, bunun şeirlərinin etnografizmi tamam fərqlidir. Yəni, o süyünü etnografik şeyləri ki, geçsin, onun paposunu çəksin. O etnografiya yoxdur. Etnografizm bunun deyimlərin içində xərcləridir. Görürsən, bir poetik deyimi var, mən də o qardaş kimi deyim. Yəni, o deyimlərin içində o özünü, ya bir metaforadır, bir deyim, görürsən ki, ona. Yəni, tərəkəmə yurdunu təsvir edir, görürsən ki, tərəkəmə ilə bağlı orada iki kəlmə söz var. Ancaq artıq səndə anlayış yaranır. Yəni, bunun coğrafi duyumu, coğrafi məkan duyumu ruhunun marşrutudur. Ruhu hara gedir, o marşrutu da odur. Avdı Qoşqar, mən sənin haqqında balaca bir yazıda vaxtilə yazmışam.
nə vaxtsa düşünürük də bunu ki, yazıda ayrı şeylərdəyik, buradakı dediklərini demərəm, yazmadım. Ancaq mən səni çox istəyirəm. Çox Allah da istəyirəm. səni çox istəsin, Hə. Arif. İki saata yaxın davam edən məclis yavaş-yavaş sona yetir. Xoş əhval hissi olunur iştirakçılar arasında. Mən elə bil başqa bir adam kimi çıxdım sınaqdan. Gör nə qədər başqa adam olmaq sınağına vermişəm əldə.